Müəllim, ChatGPT yoxsa Gemini? Təbii ki, ChatGPT. Çünki ChatGPT-nin daxili yaddaş özəlliyi var. Daxili yaddaş özəlliyi dediyimiz nədir? İndiyə qədər elədiyimiz bütün söhbətləri yadında saxlaya bilir. Düzdür, Gemini-yə gələcəkdə bu özəllikdə. Amma ChatGPT-ni mən tövsiyə edirəm. Imagine yoxsa Midjourney? Imagine realist şəkil hazırlamaqda dünyada ən yaxşısıdır. Amma art və yaradıcı şəkil hazırlamaq istəyirsə, bunu Midjourney-dən daha yaxşı hazırlaya bilən platforma yoxdur. Kling yoxsa Veo? Ən çox VO-nu istifadə edirik amma işlərimizdə hal-hazırda. Amma belə bir nüans var ki, məsələn, uşaqla əlaqəli hansı bir video düzəldəcəksə, VO bunu düzəldə bilmir və ən pis xüsusiyyətlərindən biri kamera hərəkətlərini çox sürətli verir. Ona görə paralel işləmək hal-hazırda ən yaxşısıdır. Suno yoxsa Udio? Mən deyərdim ki, son bir aya qədər videonu biz daha çox istifadə edə bilirdik, amma Suno'nun çıxarıb 5-ci modelindən sonra Suno gözü bağlı videodan çox yaxşıdır. Çox təşəkkür edirəm. Sağ olun.